tamaşaçıların rəğbəti var, yaxşıdır. Hiss edirəm ki, bu rolu aktyorun şəxsi ilə biraz qarışdırırlar. Elə bilirlər ki, mən çox elə bilirlər ki, elə həyatda da beləyəm, niyə mən beləyəm, mənfi rollar oynayıram. Bu mənim təbiətimə uyğun olan rol deyil. Bu rol da, yəni biz bunu oynayırıq. Bir gün yaxşı rol oynayırıq, bir gün pis rol. İndi elə gətirdi ki, belə kəsin xarakterli rollar düşür bizə. Qismət olur, yaraşdırırlar, verirlər. Biz də onu əlimizdən gələn eləyirik ki, yaxşı olsun. Yəni tamaşaçılarım onu mənlə həyatımdan qarışmağını, birləşdirməyini istəməzdim ki, bu məndə belə bir şey var. Hələ biraz açıq deyim, biraz o kəskinliyi azaltmışam. Ssenaridə rolü çox belə yaxşı yazılıb, çox xoşuma gələn roldur. Onun bəzi yerlərini yumşaltmışam ki, lap belə nifrətə səbəb olmuyor. Bizim tamaşaçılar biraz sadə, tez inanırlar. Elə bilirlər ki, elə yəqin bu özü də belədir ki, belə bir şey ifadə edə bilir də. Başa düşdünüz də məni. Yenə bayaqki fikrimi deyirəm. Çox kəskinləşdirmirəm. Amma fikrim var ki, bu qalan seriallarda indi bunun gerisi çəkiləcək, yenə çəkilir, daha doğrusu orada kəskinliyi artıracağam. Çünki kəskinliyi artırmayanda özümdə biraz narazı qalıram. Bu xarakter kəskin xarakterdir. Onu tam bütöv oynamaq lazımdır. İndi əgər tamaşaçı mənə nifrət yaranırsa, yəqin bu rolə görə yaranır və düzgün də olmalı, düzgün də olur da. Belə xarakterlər öz mənfiliyi ilə, diktatorluğu ilə, bu hökmü ilə cəmaətin həyatını zəhərləyir də, biraz şəxsi həyatlarını qarışdırır. Yəni bu nümunə olsun da insanlar bir-birinə qarşı belə kəskinləşməsinlər, olmasınlar, böyüklüyündən, ağsaqqallığından, imkanından istifadə eləməsinlər. Yəni səlahiyyətlərini aşmasınlar. Biraz da kəskinləşdirəcəm. İndi tamaşaçı mənə qarşı bu fikirdə qalacaq. Yəni assosiativ olaraq həmişə məni görəndə Cavanşir yada düşəcəksə bu yaxşıdır, amma həmişə fikirləşsinlər ki, istəyim odur ki, onlar məni ondan qarışdırmasınlar. İndi bir dənə başqa bir rol var, oynayıram. O da babadır. Paralel çəkilir, başqa bir ssenaridir, başqa bir filmdir, başqa qrupadır. Orada tamamilə başqa babadır, belə ürək yumşaq, müdrik, nəvələrini çox sevən, yəni humanist bir babadır. Yəni bunun tam əksidir. İndi onu da görərlər, yəqin müqayisə edərlər. Çox xoşdur ki, tamaşaçıların, necə deyirlər, reaksiyasını görürəm. Çox vaxt YouTube-da var. İndi bu sosial şəbəkə çox gözəl bir şeydir. Tamaşaçının, necə deyirlər, əlaqəsini görürük. Çox isti sözlər, yaxşı sözlər eşidirəm. Onların hamısına təşəkkürümü bildirirəm. Həyatda da hələ belə də qarşılaşıram. Öz təşəkkürlərini də bildirirlər. Bəzən tərs-tərs baxırlar çox vaxt. Olur elə şeylər. Neydi, belədir də, belə də olmalıdır.